psixologiyası bir neçə il bundan öncə yazmağı düşündüyüm bir kitab olmuşdu. Bu yaxınlarda iş yoldaşlarımızla maraqlı bir diskusiyamız olmuşdu uğurla bağlı. Uğur qazanmaq şansa yoxsa zəhmətə bağlıdır. Kofemiz də gətirdiler. Elə mən də istərdim ki, o dediyim məsələdən başlayaq Fəzilə xanım. Siz necə düşünürsünüz? Uğur qazanmaq üçün şans yoxsa zəhmət? Əslində biraz asan olduğu qədər sual çətindir. İlk öncə yəqin ki, uğura tərif verməmiz lazımdır. Uğur bizə görə nədir? Bir çox mənbələrə görə uğur sadə dildə desək məqsəddir. Və məqsədimiz müəyyənləşdikdən sonra ona aparan yolu, xəritəni cızmalıyıq. Və bu yolun əvvəlində bacarıq lazımdır, bilik lazımdır. Çünki məqsədə çatmaq üçün bizim resurslarımız olmalıdır, həmin məqsədə aparan resurslarımız. Daha sonra yolun ortasında və yaxud da ki, bir dövr keçdikdən sonra həmin o fürsətlər, imkanlar olmalıdır. İmkanlar dedik, fürsət dedikdə də bu düzgün zamanda, düzgün yerdə olmaq, geniş bir şəbəkəyə malik olmaq, səni tanısınlar deyə lazımi proseslərdən keçmək lazımdır. Mən şəxsi brenddən danışanda həmişə deyirəm ki, hər bir kəsin hansı sahədə işləməsinə, nə qədər böyük təcrübəyə malik olmasına asılı olmayaraq bir hekayəsi, uğur deyil də bir hekayəsi olmalıdır. Bunu tələbə də edə bilər, yəni məişət həyatımızda da ola bilər və həmişə misalı özümdən gətirirəm. Mən Dövlət Dillər Universitetinin tərcüməçilik fakültəsini bitirəndə söhbət çox arxaya gedir. 90-95-ci illərdə Azərbaycanda Fəzilə deyəndə deyirlər ki, o sinxron tərcüməçi qız. Mənə görə bu mənim hekayəm idi və həmin dövr üçün bu mənim uğur hekayəm idi. Amma üzərindən 20 il keçdi, mən fəaliyyət dairəmi biraz genişləndirdim və insan resursları sahəsinə getdim. Maraqlı dönüş oldu. Və hardasa 15 ili bank sektorunda işlədim və Fəzilə deyəndə artıq deyirlər, o HR qız, insan resurslarında işləyən qadın. Və bu hekayə, yəni, və hər dövr üçün mənim öz şəbəkəm olub. Misal üçün çətin tərcümələrə bəzən deyirlər ki, yəqin ki, sənin tanışların çoxdur. Şəbəkə dedikdə siz tanışları, dostları tanışlar, əhatə, dairən, yəni ki, həmin olduğun biznes sahəsində. Və həmişə deyirlər ki, nədənsə səni yaxşı yerlərə tərcüməyə çağırırlar. Mən həmişə düzəliş edirdim ki, yox, məni çətin tərcümə tələb olunan yerlərə çağırırlar. Misal üçün 2002-ci, 2004-cü illərdə belə bir hətta səfərim olmuşdu ABŞ-a. Böyük bir heyətdə Azərbaycanın hansısa bəlli bir strukturun nümayəndələri Amerika Birləşmiş Ştatlarında eyni strukturu öyrənməyə getmişdilər və ingilis dilini bilmədiklərinə görə sözsüz ki, onlara səyyar sinkron tərcüməçi lazım idi ki, getdikləri hər bir məkanda onlarla olsun. Və qayıtdıqdan sonra əslində çox maraqlı bir bununla bağlı məqalə də yazmışdım, macəralar istiqamətində və məsələn, Amerikanın səfirliyində məni həmin o macəraların mənbəyi kimi bildilər. Nəsə söhbət o hadisələrdən gedəndə məni dəvət edirlər ki, danışım. Amma sonra sözsüz ki, istiqamətimi dəyişdim və insan resurslarına keçid etdim və insan resurslarına keçid etməyimin də səbəbi çox ünsiyyətçil olmamdır. Mən də elə onu soruşacaqdım ki, məsələn, tərcümədən insan resurslarına keçmək... Yox, mən açığı işlədiyim bank sektoruna da, bankda işləmək heç vaxt istəməmişəm. Elə olub ki, məsələn, layihə ilə keçid etmişəm banka və əslində elə qeyd etdiyim ünsiyyət səbəbindən, dil biliyi səbəbindən mən ictimaiyyətlə əlaqələr strukturunda fəaliyyət göstərmişəm. Amma bir gün bizim rəhbərimiz Almaniya vətəndaşı idi. O dedi ki, sən niyə insan resurslarında işləmirsən? Sual verdim. Mən dedim ki, niyə insan resursları mənim ixtisasım deyil? O dedi ki, o insanlarla bağlıdır, o ünsiyyətlə bağlıdır və düzgün münasibət qurmaqla bağlıdır ki, onlar mənim müşahidəmə görə səndə var. O keyfiyyətləri sizdə görür. Və istəmədən o struktura keçid etdim və əslində mənə gəlir ki, çox uğurlu. Bəzən fürsətin yanına təsadüfi də qoymaq istəyirəm. Bəzən o təsadüfi kiminsə, yəni sənin fürsətin olub düzgün rəhbərlə işləmirsən, o müşahidələr əsasında səni düzgün istiqamətləndirə də bilir. Burada məsələn bu hissə şansa bir balaca yaxın deyilmi?
Şansa Zəhmət bura kimi zəhmət öz yerində. Şansa yaxındır, doğrudur. Amma eyni zamanda mənə elə gəlir ki, şansdan əlavə, yəni səndə o şans ola bilər, amma sən o şansı düzgün dəyərləndirməyi də bacarmalısan. Məsəl üçün mən həmin o ssenaridə deyə bilərdim ki, yox, mən bu qədər oxumuşam, ixtisasım budur, mən burada davam elətdirmək istəyirəm. Amma o məndən daha çox bilir, o daha böyük bir təşkilatı idarə edir və o insanlarla həmin yaşa görə, məsəl üçün mənimlə onun yaş fərqinə görə daha çox ünsiyyətdə olur və o bilir ki, mənim uğurum bu ixtisasda, bu sahədə daha çox ola bilər. Burada da bir məqam ortaya çıxır, dinləməyi bacarmaq. Ki, sən deyiləni dinləyəsən və düzgün qiymətləndirib qərar verəsən ki, mənə gəlir ki, şansıma məncə yetərincə düzgün dəyərləndirib həmin o struktura, o ixtisasa. Bəs uğur qazanmaq üçün insan hansı psixologiyaya malik olmalıdır? Uğur qazanmaq üçün ümumiyyətlə psixologiyanı ilk kənara qoyub bir şəxsi keyfiyyətlərə baxış etmək lazımdır. Keyfiyyətlər də deməzdim keyfiyyət, çünki zamanla formalaşır, vərdişlərə baxış keçirmək çox vacibdir. Vərdişində çeviklik varsa, ünsiyyətçilikdən əlavə dinləməyi bacarırsansa, mənim bir fikrim ola bilər bir məsələ ilə bağlı, amma mənim kimi təcrübəli və məndən daha çox təcrübəli insanların fərqli fikirləri ola bilər. İnsan əgər onun xarakterində dinləmək vərdişi yoxdursa, bəzən çox maraqlı fikirləri o fürsəti qaçıracaq. Yəni eşidəcək, amma o qədər inanacaq ki, onun fikri daha vacibdir, daha dominant olmalıdır. Mənə gəlir ki, o kiçik səhvlə başlayıb çox böyük bir uçuruma apara bilər, əgər biz insanın uğurlu olmasından. Ego əlamətləri özünü göstərə bilər. Onu demək istəmədim açığı, amma mənə elə gəlir ki, o vərdiş olaraq, o da mənə elə gəlir ki, həmin şəxsin yaşadığı mühitdən çox asılıdır, kimlərlə ünsiyyətdə olmasından çox asılıdır. Mühit demişkən, baxın, çox vacib bir nüansa gəlib çıxdıq. Mühit bizim uğur qazanmağımıza şərait yaradır, amma mühit də var, bizim uğurumuzun qarşısını kəsir. Sağlam mühiti necə seçə bilərik? İnsan resurslarında fəaliyyətim dövründə mən bir çox şəxsləri həm işə qəbul etmişəm, həm işə qəbul etmək üçün qiymətləndirmişəm. Eyni zamanda bəzən wow deyib, nə qədər uyğun namizəddir işə götürüb, lakin sınav müddətindən keçmədiyində bir qədər təəssüf hissi ilə heyslənib sağollaşdığım şəxslər də olub. Mən həmişə inanmışam ki, uğuru yaradan mühitin olması ilk öncə bizim özümüzdən asılıdır. Və mühitdə özümüz seçməliyik. Yəni, əgər mənim bugün olduğum biznes mühitində mənim dəyərlərimlə həmin o şirkətin korporativ dəyərləri və yaxud komanda üzvlərinin dəyərləri üst-üstə düşmürsə, mən o mühitdə uzun müddət qalmağı düşünmürəm. Biz hətta böyük sayda işçi heyətini işə götürərkən həmişə fikirləşirik ki, niyə eyni bənzər yaş kateqoriyasında gəncləri cəlb edək? Çünki onların bənzər maraqları var, hardasa bənzər dəyərləri bölüşürlər və onların bir komandada işləməsi və bir-birinə öyrəşməsi daha rahat olacaq. Nəinki fərqli yaş kateqoriyalarında. Daha adaptivdirlər. Daha çevik adaptasiya edə biləcəklər. Yəni, mən bir sözü deyəndə ona o yenilik gəlməyəcək, çünki o da hardasa bunu eşidib və onunla razıdır. Maraqlı yanaşmadır. Ümumiyyətlə, siz insan resursları istiqamətinə toxundunuz. Kofe çox dadlıdır, bu arada qeyd edeyim. Nəyə görsə mənə elə gəlir ki, insan resurslarında çalışan mütəxəssislər çox möhkəm psixologiyaya malik olurlar. Hər halda bir əməkdaşla sağollaşmağı bacarmaq bu çətin məsələdir. Mən öz adıma deyim, mən bunun çətinliyini yaşayaram. Amma bilmirəm, insan resursları mütəxəssisi, xüsusən də illərlə belə təcrübəsi varsa, artıq bunun incəliklərini, sirlərini bilir. İnsan resursları çox geniş bir sahədir. Yəni ki, yəqin ki, istənilən təşkilatda, şirkətdə yeganə strukturdur ki, bütün işçilərin iş fəaliyyətində həmin o struktura müraciət etməsi baş verir. Və insan resurslarında işləyən peşəkarlardan da tələb olunacaq bəzi keyfiyyətlər var. Yəni, o keyfiyyətlər olmadan onların o strukturda, o istiqamətdə fəaliyyət göstərməsi uzun müddətli əsasda uğurlu olmaya bilər. Bu qeyd etdiyim kimi ünsiyyətçil olmaq, söhbətə açıq olmaq, dilemmalarla qarşılaşdıqda qaçmamaq. Məsəl üçün, bir çox bugün rəhbərlərin
ən böyük üzləşdiyi çətinlik odur ki, mən rəhbər olaraq bütün işçilərimə yaxşı olmaq istəyirəm. Motivasiya edirəm onları, dəstəkləyirəm, həvəsləndirirəm. Amma nəsə baş verir, bir çətin bir situasiya baş verir və indi komandanın üzvlərindən biri ilə mən hansısa xoşa gəlməyən bir söhbət etməliyəm. Rəhbərlər o söhbətdən qaçırlar və adətən o söhbəti həvalə edirlər dərhal avtomatik olaraq insan resursları departament nümayəndəsinə ki, o söhbətləri aparsınlar və hətta kitabda belə çətin söhbətlərin aparılması fəslində söhbətləri aparmazdan öncə hansı minimum addımlar vardır ki, onu atmaq lazımdır və onların ən parlağı mənim zənnimcə tərəf müqabilinizə, söhbət apardığınız tərəf müqabilinizə yoxu elə deməlisiniz ki, o onu həq kimi qəbul eləsin. Və burada da həmin o situasiyaya bağlı məlumatlarınız çox olmalıdır, düzgün giriş etməlisiniz, çalışmalısınız ki, söhbət əsnasında onu dinləyəsiniz və onu günahlandırmağa deyil də, onunla fikrinizlə bölüşməyə gəlmisiniz kimi bir mühit yaratmalısınız. Gülə-gülə yola salmaq lazımdır, necə deyirlər? Yəni, bəzən bu sizin yola salmalı olmayacağınız bir şəxs ola bilər ki, bu hansı kiçik bir səhv olub, amma bu barədə ona geri dönüş etmək şərtdir. Yəni ki, gələn dəfə bu səhv olmasın deyə və o müsahibələrdə, o görüşlərdə mənə gəlir ki, yetərincə situasiya barədə məlumatlı olmaq şərtdir. Siz artıq kitabın, necə deyirlər, bir müraciət etdiniz və kitabınız da yeni nəşr olunub və bizim verilişimiz ərəfəsində kitabın artıq təqdimatı da oldu. Kitabın adı da Uğur Psixologiyası adlanır. Fəzlə xanım, siz 20 ildən çoxdur ki, auditoriya qarşısında çıxış edirsiniz, təlimlər keçirsiniz və etiraf edək ki, auditoriya qarşısında danışmaq hər igidin işi deyil, hər mütəxəssisin işi də deyil. Bu bir təcrübə, eyni zamanda böyük savad tələb edir, böyük səbir tələb edir. İndi isə biz kitabla, necə deyirlər, müraciət edirik. Canlı ünsiyyət və eyni zamanda kitablara yazdığınız sözlərin müraciəti. 20 il müraciət və hazırda kitabın bundan sonra qalacaq ömürlük müraciəti müqayisə etsək, siz hansının daha çətin və yaxud da ki, hansının daha hədəfə vuracaq olunacağını düşünürsünüz? Hər ikisi özünə görə çətinlikləri də var, üstünlükləri də var. Mənə elə gəlir ki, bu mənim ilk kitabımdır. Ardı gələcəkmi bilmirəm. Amma kitab yazmaq ideyası hardasa bir 10 ilə yaxındır ki, məndə var və yazılma səbəbinin də səbəblərindən biri məhz o auditoriyanı genişləndirməkdir. Təlimlərdə bəlli bir hədəf auditoriyam var. İnsan resursları sahəsində öyrənmək istəyənlər, lider olmaq istəyən rəhbərlər, komanda effektivliyini artırmaq istəyən menecerlər, dəyişiklikləri həyata keçirən komandalarda az ağrılı həmin o prosesi həyata keçirmək, transformasiya filan. Amma burada əslində o sadaladığım mövzuların hamısının bir məcmusu var və dolayı yolla bu daha geniş hədəf auditoriyasını nəzərdə tutur. Amma kitabın dili ilə mənim təlimdəki istifadə etdiyim dil tamamilə fərqlidir. Və bu baxımdan kitabı redaktə edən həmkarım belə mənəcə əziyyət çəkib. Çünki elə anlar olurdu ki, həmin o hansısa bir paragrafı oxuyurdu və deyirdi ki, mən başa düşmürəm. Aynur Haqverdiyevadan gəlsin. Bəli, Aygün xanımdan gedir və mən izahat bunu nəzərdə tutdunuz deyə deyirdi. Mən başa düşdüm ki, mən qaralama variantında yəqin ki, təlim dili ilə və yaxud da ki, sırf hədəf auditoriyama ünvanlayacağım deyə düşünürdüm deyə fikirləşirdim ki, mən belə yazsam məni başa düşərlər. Amma sonra bu söhbətlərdə mən fikrimi bir qədər modifikasiya etdim və daha geniş auditoriyanı, bu sahədə olmayan insanları belə, misal üçün, hətta erkən karyerasını quran şəxslər üçün və yaxud universiteti bitirib növbəti mərhələ nədir, nədən başlayım sualını verən şəxslər üçün də maraqlı olacağını düşünürəm hal-hazırda. Təlimləri qeyd elədiniz. Bu 20 il ərzində təxmini bir rəqəm varmı ki, neçə nəfərə təlim keçirsiniz? 10 mindən çox olar. 200-ə qədər təlimlərim olub. Həm Azərbaycanda, həm MDB məkanında, Rusiyada, Qazaxstanda, Gürcüstanda, Qatarda, Dubayda və Yunanistanda. Biz arzu edirik və inanırıq ki, 10 min yox, 100 minləri keçəcək sizin bu kitab sayəsində müraciətiniz. İstərdim bu kitabı vərəqlədikcə diqqətimi çəkən nüanslara toxunum. Orada bir ayna testi var idi. Mən o ayna testini etmişdim və 11 sualın 8-inə xeyir cavabı vermişdim.
Və sonda da qeyd olunur ki, əgər sizin cavablarınız arasında 50%-in üzərində xeyir cavabı varsa, siz sevdiyiniz bir sahədəsiniz və eyni zamanda orada da qalın, uğurlarınıza davam edin. Yox, əgər 50%-dən yuxarı bəlidirsə, siz sevdiyiniz düşünün, dəyişməyi düşünün. İxtisasınızı və ya da ki, peşənizi dəyişin. Burada müxtəlif istiqamətlərə toxunmusunuz. Həm iş axtaran, həm işə yeni başlayan, həm işdə bəlli təcrübəsi olan və bir də idarə edicilik. Bəli. Və mənim sezdiyim, eyni zamanda diqqətimi çəkən nüanslardan biri bu idi ki, özəl sektorun daha çox üst tutduğu bir istiqamətdir. Bu sizin fəaliyyətinizdən irəli gəlirdi, yoxsa dediyiniz nüanslar, təlimlər, təlimatlar özəl sektora tam uyğun gəlir, dövlət sektorunda bir balaca fərqlidir deyə? Fərqliliklər var, amma kitabın bir çox fəsillərində istinad etdiyim praktiki modellər şəxsi təcrübəmdən çıxış edərək qeyd etdiyimi nəzərə alaraq görə bilərsiniz ki, oradakı nümunələr daha çox özəl biznes mühitinə dəlalət edir. Amma əslində həmin problemlər və yaxud çətinliklər və yaxud da ki, suallar dövlət strukturlarında da, yəni biz sonunda bütün strukturlarda olsun dövlət, olsun özəl, biz insanlarla işləyirik. Və insanlarla qarşılaşdığımız bütün çətinliklər həm özəldə var, həm dövlətdə var, həm universitetlərdə var. Hətta gündəlik həyatımızda belə biz insanlarla ünsiyyətdə oluruq. Orada hətta bir fəsil var, süni zəkanın bu biznesləri yeyib ixtisara salması, vəzifələrin ixtisara salması aktual mövzudur. Bir məqam dəyişməz qalır ki, əgər sən əvvəldə qeyd etdiyimiz uğurunu, məqsədini düzgün vurmusansa və o həmin hədəfə gedirsənsə, demək ki, həmin hədəfə getdiyin sürəcə bacarıq biliklərin üzərində mütəmadi olaraq işləyirsən və bu gün süni zəkanın inkişaf və təkmilləşməsi dövründə həmin o bacarıqlara böyük ehtiyac var. Bu gün aktual olan nəsə sabah aktual olmaya bilər. Yəni sürət ağla sığmazdı və bir həqiqət var ki, əgər sən güclü peşəkarsansa, hansı sahə olursa olsun fərq etməz, sən biznes durduqca olacaqsan. Amma yox, əgər sən, çünki süni zəkanın tələb etdiyi bəlli proseslər var. Düzgün qiymətləndirmə, risklərin qiymətləndirilməsi, analizlərin düzgün aparılması, düzdür. Bu süni zəka vasitələri ilə biz daha konkret, daha dəqiq, misal üçün hesabatlar əldə edirik. Amma yenə də insan baxışı, insan faktoru vacibdir ki, çünki hesabatlarda emosiyalar yoxdur. Hesabatlarda rəqəmlərdir. Və yalnız rəqəmlərlə emosiyaların kombini baş verdiyində daha düzgün, daha uzun müddətli qərarlar, yəni uğura aparan qərarlar həyata keçir. Və mən liderlər süni zəka dövründə fəslində qeyd edirəm ki, heç kəs narahat olmasın, süni zəka ixtisasları azaldacaq, amma əgər siz adaptivsizsə, çeviksinizsə və vərdişlərinizi cari tələblərə uyğun dəyişmək deyil, modifikasiya etməyi bacarırsınızsa, siz uğurlu liderlər sırasında qalacaqsınız. Sıxışdırılıb çıxarılanlar həmin o adaptasiyada çətinlik çəkən şəxslər olacaq. Siz liderlər məsələsini qeyd elədiniz və kitabı oxuyanda da diqqətimi çəkən nüanslardan biri bu idi. Bəzən eyham vurulurdu, bəzən birbaşa müraciət də var idi. İdarə edicilərin heç də hər zaman lider olmadığı məqamı. Nə müşahidə etmisiniz bu illər ərzində? Təbii ki, hər idarə edici lider deyil. Eyni zamanda lider ola bilər ki, o hələ idarə edici deyil. Amma artıq komandada seçilir. Mənə elə gəlir ki, biz liderə tərif verəndə bir qədər diqqətli olmalıyıq. Bu vəzifə deyil. Əslində rol da deyil. Amma böyük bir kütlənin inandığı, arxasınca getdiyi, həmin o şəxsin biznes davranışlarına meyilli olduqları halda həmin o şəxsə biz lider deyirik. Şərt deyil ki, o lider hansı şirkətin böyüyü olsun və yaxud hansı böyük bir komandaya xarakter və davranışında lider olmaq. Bu daha çox biznes davranışında etdikləri ilə dedikləri üst-üstə düşsün və bunu bilərəkdən deyil, yəni normal təbii formada etsin. Bir var ki, kimsə baxır deyə biz davranışımıza nəzarət edirik. Bir də var ki, həmin o adam otaqdan çıxsa belə biz əvvəl davrandığımıza davam edirik. İkinci variant liderə məxsus bir vərdişdir. Daxili özümüzə nəzarətimiz. Dürüstlük, etikanın olması, liderlərin ən böyük çətinliyi bugün tutduqları vədi etməməlidir.
Yəni ən sadə nümunə biz vədi veririk ki, hansısa bir nöqtədən o bir nöqtəyə gedib uğur qazanaq və bəzən uğur bizim gözümüzü o qədər qaraldır ki, biz uğura çatdıqda verdiyimiz vədi unuduruq. Və İlk günümüzü unuduruq. Bəli, lider o şəxsdir ki, o vədi unutmasın. Çünki insanlar inanıb həmin şəxsin arxasınca gedirlər.